Biz insanlar üsyankar varlıq olduğumuzdan dolayı asanlıqla istəniləni etməyə bilirik. Adi balaca uşaqdan sən nəsə istədikdə valideyn olaraq və yaxud əmr etdikdə görürsən ki, ona etiraz edə bilir. Bu yetişkinlər üçün də elədir. İstər məişətdə, nə bilim ailədə, işdə də eyni hallarla biz qarşılaşa bilirik. Bu yaxınlarda bir kitab oxuyurdum. İngiliscəsi Nudge'dır, Richard Taylor'ın kitabıdır. Bizim dilə çevirməsi yönləndirmə adlana bilər. Bu kitabda insanlara bir şeyləri demədən onların hərəkətlərini şəkilləndirməklə bağlı bir xeyli misal var. Ən yadda qalanı biraz da mənim sahəmlə bağlı olduğundan dolayı otellərdəki giriş-çıxışda istifadə etdiyimiz kart sistemləri ilə bağlıdır. Əvvəl düşünürdüm ki, bu insanların rahatlığı üçündür. Əlbəttə ki, bu amil də var həmin o sistemlərin ortaya çıxmasında. Burada başqa amillər də var imiş. Onlardan biri təhlükəsizlik və otelin xərclərini azaltma niyyəti ilə bağlıymış. Deməli, biz insanlar bizim olmayan mala mülkə etinasız yanaşdığımızdan dolayı və otel idarəçiləri bizə bunu deyə bilmədiklərindən dolayı, misal üçün çıxanda işığı söndür, suya diqqətlə bax, bir şeyi yanına qoyma deyə bilmədiklərindən dolayı bizim davranışlarımızı həmin o kart sistemlərindən şəkilləndirə biliblər. Yəni biz bilirik ki, o kartı oradan götürməsək, sanki açar evdə qalmış kimi olacaq. Məcbur ağlımızda ən önəmli amillərdən biri kimi qalır ki, biz nəyisə də götürməsək otaqdan çıxdıqda o kartları götürək. Kartları götürdükdə isə bütün elektrik sistemləri kökündən necə deyərlər kəsilir. Bununla otel insanlara sözlü olaraq istədiklərini demədən onların davranışlarını şəkilləndirmiş olurlar. Və bir, təhlükəsizlik qaydalarına riayət edilir, bizim unutqanlığımız olsa belə. İkincisi isə onların xərclərinə əlbəttə ki, bu müsbət şəkildə təsir edir ki, onlar biraz daha aşağı düşsün. Xülasə olaraq desək, bununla bağlı çox misal var. Bəzi şeyləri biz insanlara sözlü olaraq deyib qəbul etdirə bilməsək də müəyyən səbəblər yaradaraq onların davranışlarını yönləndirib və şəkilləndirə bilərik.